Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Nadir Qafarzadə doğulacaq nəvəsindən danışıb. Demokratas xəbər verir ki, sənətçi bu haqda qonaqcanlı verilişində sualları cavablandırıb. Nəvəsinin cinsiyyətini açıqlayan Nadir onun oğlan olacağını deyib. Oğul da, qız da lazımdır, fərqi yoxdur. Allah xeyirli övlad qismət etsin. Əgər insanın övladı naxələfdirsə, heç olmasa yaxşıdır. Nəvimə ad qoymağı övladlarımın ixtiyarına buraxmışam. Onların uşağıdır, mənim yox. Onlar mənə məsləhət etdilər. Sonra qərar verdik ki, ulu babamızın adı olsun, Qafar Qafarzadə. Qeyd edək ki, Nadir Qafarzadənin 2 oğul övladı var. Onun böyük oğlu Loğman bu yaxınlarda ata olacaq.